وآل محمد. اللهم صل على محمد وآل محمد. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا حبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله طيبين طاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الله تعالى في كتاب الكريم: بسم الله الرحمن الرحيم. الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك وقنا عذاب النار. صدق الله العلي العظيم. Allah Teala Cuma gününü bütün mümin müminatlara, Müslümanlara mübarek eylesin. Allah Teala ne dualarımız, hacetlerimiz var, âli derecahında kabul etsin inşallah. Allah şehitlerimizi Kerbela şehitlerine mahşur eylesin. Allah bütün mümin müminat, Müslümatları birbirlerine rauf ve mehriban karar versin inşallah. Bugünkü gün Cuma günü ve hususi bir önemli bir mesele de vardır ki bugünkü günde 12 imamlarımızdan biri Hazreti İmam Rıza Aleyhisselam'ın Mevlud günüdür. Allah Teala bugünkü günü bütün Əhl-i Beyt aşıqlarına, bütün Müslümanlara, müminlere mübarek eləsin inşallah. Hazreti İmam Rıza Aleyhisselam 8. imamımızdır ve onun hakkında bir neçə kəlmə inşallah nəzərinizə çatdırım. İmam Rıza Aleyhisselam hicrətin 148-ci ilində Zilqədə ayının 11-də anadan olub Mədinə şəhərində. Və atası Musa Kazım Aleyhisselamdır. Anası Tuqtəm xanım olub. Musa Kazım Aleyhisselam onun adını dəyişib Tahirə adı vermişdir. Künayəsi Əbulhəsəndir. Ləqəbi də Rızadır. Ümumiyyətlə, Peyğəmbər və Əhl-i Beytlərdə, ərəblərdə xüsusən künayə və ləqəb vasitəsilə insanlara müraciət olunub. Yəni, künayə budur ki, bir kişinin, böyük övladının adı ilə çağırarmışlar. Məsələn, Həzrəti Peyğəmbərə deyərmiş Əbülqasim. Yəni, Qasimin atası. Həzrəti Peyğəmbərin Qasim adlı övladı olub, böyük övladı. Digər imamlar da. Künayə odur ki, ləqəb odur ki, yəni o Allah yanında o qədər bir dəyərə, mərtəbəyə malik olub ki, bir əməli ilə o ləqəbi özündə təcəlli elətdirib. Məsələn, İmam Rıza Aleyhisselamın ləqəbi ona görə rızadır ki, Allahın rizayətini qazanıb. O qədər Allahın buyurduqlarına əməl eləyib, indi nə cürlər, nə tərdində onlar Allahın mötəbər seçilmiş bəndələridir. Allah Teala dərgahında rıza ləqəbin təcəlli qazanıb. Rıza da budur ki, yəni Allah Teala ondan razıdır. Necə biz birimizə deyirik, Allah səndən razı olsun. Yəni Allahın rızayətini qazanmaq üçün bir ömür lazımdır ki, insan onu neynəsin, əldə eləsin. Elə əməllər, kamil insanların əməllərindən Allahın rızayətini qazanmağa gedib çıxa bilirsən. Məsələn, bir dənə düz danışmaqdan ötəri insana 10 il ömür lazımdır ki, bir dənə yalanı tərk etməkdən ötəri. Və imamət dövrü də 35 il imamət dövrü olub. İmamət məsələsi 12 imamlarda bu cür məsələdir ki, əgər atası dünyadan köçməyincə o imamət o şəxsə yetişməz. Əlbəttə, bütün 12 imamlar hamısı batilən elə imamdılar. İnsanın bir batili imamlığı var, bir də zahiri imamlığı var. Peyğəmbərin bir batili peyğəmbərliyi var idi, bir də zahiri peyğəmbərliyi var idi. Peyğəmbər ilə dünyaya peyğəmbər kimi gəlib. Ruh ilə peyğəmbər kimi olub. İmamlar da həmçinin.
Allah onları təkvini qanunla yer üzünə gətirib. Həm batini, həm zahiri orada imam edilər. Amma höccətləri yetişməsi atalarından sonra onların imaməti yetişir bir-birlərinin üzərinə. Həzrət İmam Rıza əleyhisselamın da 35 yaşında imamətə yetişib və imam olduğu gün, olduğu ilin 20 ilini Harun Ər-Rəşidin zamanında keçirdib. Harun Ər-Rəşidin. 5 ilini Məhəmməd Əminin, Harun Ər-Rəşid, Abbaslar zamanında yaşayırlar, bir-birlərinin övladlarıdır. 5 ilini də Məmunla keçirmişdir, Məl'un Məmunla. Məmun da bir hiləgər bir insan olub, bəli, xülasə qısa məlumat deyəcəm ki, budur ki, Həzrəti İmam Rıza əleyhisselamı Mədinədən gətirir Bağdada, Mərvəyə gətirir və orada da onu, bəli, zəhərli suyla zəhər verib şahıda yetişdirir. Və belə bir nöqtəni də deyim ki, Həzrəti İmam Rıza əleyhisselamı belə bir xəbər göndərir ki, gəl mən səni bəli, xəlifə qərar verəcəm, gəl insanlara xəlifə ol. Bəli, Həzrəti İmam Rıza əleyhisselam buyurur ki, xəlifəli məyər sənindirmi ki, ya sən kimisə xəlifə eləyəsən, xəlifəni Allah seçir. İndi bizim baxışımızda bu cür olur ki, görürsən, ola bilər də Məmun, hələ İmam Rıza əleyhisselamı dedi gəl səni mən xəlifə eləyirəm. İmam Rıza özü qəbul eləmədi. Burada bir şey var ki, əgər İmam Rıza əleyhisselam Məmunun xəlifəliyini, xilafətini, sözünü qəbul eləsəydi, o küfür eləmiş olurdu. Çünki nəyə görə? Allahın əmrindən çıxmış olurdu. Xəlifəni insan, icma, dəstə, cəmiyyət seçə bilməz. Xəlifəliyi fəqət Allah seçir. Allahın əmri iləndir ki, məsələn, Allah Teala Quranda buyurur ki, Bəqərə surəsində, yer üzündə bir xəlifə qərar verdi. Adəm Peyğəmbərdən sonra deyir. Adəm kim idi? Adəm Peyğəmbər idi. Adi insan da öyle idi. Və İmam Rıza əleyhisselam da bunu qəbul eləmir. Qəbul eləmir, bəli, deyir, mənim vəli əhdim ol, ki, mənim muavinim ol. Bəli, İmam Rıza əleyhisselam buyurur ki, mən bu şərtlə sənin bu vəli əhdini qəbul edirəm ki, sənin bütün siyasi məsələlərində heç bir işvə qarışmayacağım, şəri məsələlərdə insanların xidmətində olacağım. Bu cür nədə razılaşırlar. Xülasə budur ki, bəli, Həzrəti İmam Rıza əleyhisselam Məmun tərəfindən şəhadətə yetişirir. Onun bir hədisi var, məhşur bir hədisi vardır ki, İmam Rıza əleyhisselamın deməli, bu hədis deməli, silsilətul zəbh adlanır, yəni qızıl zəncir. O, bundan ibarətdir ki, deməli, Həzrət İmam Rıza əleyhisselama cəmaat ki, deyirlər bizə bir hədis söylə. Həzrət İmam Rıza əleyhisselam bu hədisi buyurur. Buyurur ki, atam Musa ibn Cəfərdən, o da atası Cəfər ibn Muhamməddən, o da atası Məhəmməd ibn Əlidən, o da atası Hüseyin ibn Əlidən, o da atası Əli ibn Əbi Talibdən, o da Allahın Rəsulundan, Peyğəmbər də Cənab-ı Cəbraildən. Hara gəlib çıxır. Yəni bu hədis ona görə Allahdan birbaşa Cəbrailə buyurduğuna görə bu qızıl hədis adlanır. Bu da bundan ibarətdir ki, Cənab Cəbrail Peyğəmbərə buyurur, İmam Rıza əleyhisselam da bunu Peyğəmbərə gəlib çıxır. Cənab Cəbrailə o da buyurur, deyir ki, Allah buyurur ki, La ilahe illallah kəlməsi mənim qalamdır, möhkəm qalamdır. Hər kəs o qalaya daxil olsa, amanda olar, nicat tapar. Və bunu deyəndən sonra İmam Rıza buyururlar, gedir və sonra bir ayaq saxlayır, buyurur ki, amma onun bir şərti var. O şərtlərdən biri də mənəm. Yəni, La ilahe illallah kəlməsini əhl-i beytsiz zikr eləmək olmaz. Zikr eləyirsənsə, o amana, o qalaya daxil olursansa, gələ Həzrət Əleyhisselam, əhl-i beytin, Peyğəmbər və onun əhl-i beytinə nə eləyəsən? Onları qəbul eləyəsən ki, o qalaya daxil olasın. Allah Teala bizləri İmam Rıza Əleyhisselamın ziyarətindən bir nəsib eləməsin inşallah. Ziyarəti də Məşhəd şəhərindədir və birinci dəfə hədislərdə vardır ki, birinci dəfə kim o qəbri İmam Rıza Əleyhisselamın hərəmini ziyarət eləsə, orada Allahdan 3 dənə hacət istəsə, Allah onun şübhəsiz hacətini qəbul edir. Birinci dəfə gedib ziyarət eləmək.
Allah hamımıza nəsib eləsin inşallah və bunun münasibətlə də bütün bayramınız mübarək olsun inşallah. Bugünkü mövzumuz da Allahın bizə bəxş elədiyi neymətlərdir. Elə Allahın bizə bəxş elədiyi neymətlərdən biri elə özü Peyğəmbər və onun əhl-i beytidir. Yəni, böyük bir neymətdir insan üçün. Allah Teala oxuduğum bu Quran-ı Kərim ki oxudum sözümün əvvəlində buyurur ki, o kəslər ki ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, Allahı zikr eləyər. Göylərin və yerin yaradılması haqqında düşünərlər, təfəkkür eləyərlər. Ey Rəbbimiz deyərlər, ey Rəbbimiz sən bunları boş yerə yaratmamısan, sən pak və müqəddəssən. Pak və müqəddəssən. Bizi cəhənnəm odunun əzabından qoru. Ali-İmran surəsinin 191-ci ayəsidir. İnsanlara, Allahın insanlara bəxş elədiyi neymətlərin müqabilində gərək həmişə Allaha şükür eləsin, təfəkkür eləsin. Allahın neymətlərin müqabilində təfəkkür eləmək gözəl bir şeydir. İnsanı Allah yaradıb və özü haqqında Allah bizə verdiyi göz, əqil, qolaq, bu sağlam, bunlar hamısı Allahın nədir? Neymətləridir. Bunun müqabilində gərək Allaha təvəkkül eləyəsən ki, və şükür eləyəsən. Təvəkkül eləmək də gözəl bir şeydir. İnsan Allahın neymətləri müqabilində fikirləşə, təvəkkül eləyə, onun ibadətinin də xeyri və savabı çoxdur. Təvəkkül eləmək insanı təqvaya gətirib çıxardır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, və ətəkum min kulli ma səəltumuh və in təuddu ni'mətəllah la tuhsuha innəl insana ləzəlumun kuffar. O sizə istədiyiniz hər şeydən vermişdir. Allah bizə hər bir şey verib. Biz əgər Allahın neymətlərini sayıb qurtara bilmərik. Allah Teala Quranda Kərimdə buyurur ki, əgər istəyirsiniz mənim neymətlərimi sayıb qurtarasınız, qurtara bilməzsiniz. Saysız hepsiz neymətlər var. Və əgər Allahın neymətlərini deməli, o neymətlərini saymaq olsanız, sayıb qurtara bilməzsiniz. Bu ayədir. Həqiqətən insan çox zalim və nankordur. Allahın verdiyi neymətlərdə biri də budur ki, insanın şükür eləməsidir. Şükür etmək, Allahın neymətlərinə şükür etmək, o da insanın Allah yanında hörmətinə gətirib çıxardır. Ona görə ki, şükür etmək ona görədir ki, Allah istəsəydi bizə o neyməti verməzdi. Allah istəsəydi bizə can sağlığı verməzdi. Yəni, hər bir şeyin müqabilində Allaha gərək neynəsən? Allahın neymətlərinə gərək şükür eləyəsən. Allah Teala Quran-ı Kərimdə buyurur ki, ثُمَّ لَا أَتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ وَلَا تَجِدُ الْأَكْثَرَهُمْ شَاكِرِينَ Ki Allah Teala görürsən buyurur ki, sonra deyir onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükür edən görməyəcəksən. Bu nədir? Şeytan ki Allahla diyalog danışığı var, şeytan buyurur ki, mən insanları yoldan çıxardacağım, sənə şükür etməyi yadlarından çıxardacağım. Buyurur, şeytan buyurur ki, mən onlara sağdan, soldan, arxadan, qabaqdan vəsvəsə eləyəcəm ki, onlar şükür eləməyəcəklər. Yalnız əksəriyyəti Allaha şükür eləyəcəklər. İndi şeytan ki bizə sağdan, soldan, qabaqdan, arxadan ki bizə vəsvəsə eləyir və biz nə cür nə xilas olaq ondan? Şeytan hər yerdən bizi mühasirə eləyib də Allah Teala buyurur ki, o mühasirədən çıxmaq üçün Allah buyurur ki, əlvi göyə qaldır, səmaya qaldır, Allahdan dua elə. Allah nicatı öz dərgahına qaldıran dualar vasitəsilə insanlara nicat verir. Şükür etmək insanın yaradılış qayəsidir. Allah sizi deyir, analarınızın bətninə, bu da Quran ayəsi, bətnindən heç nə
anlamadığınız bir halda çıxartdı və sizə qulaq, göz, ürək və hər şey verdi və bunun müqabilində ki, siz şükür edəsiniz. Bu bir, Allahın neymətləri müqabilində şükür eləməkdir. Və in təşkuru yərzəhu lakum ki, Allah deyir, əgər şükür etsəniz, buna görə Allah sizdən razı olar. İnsanın rizayəti də şükürdədir. İnsanın şükür etməsindədir. Bəli. Sonra Allahın bizə verdiyi, bəxş elədiyi neymətlərdən biri də insanın əqlidir. Əql də böyük bir neymətdir. İnsanın əqli olmasa nələr olar? Bunun şükürünü, bu neymətin şükürünü Allaha nə qədər eləyəsən, yenə də azdır. Əql elə bir neymətdir ki, hətta yazırlar ki, əqllə həya və elm bir yerdə Cənab Cəbrail vasitəsilə gəldi Adəm Peyğəmbərə veriləndə ki, üçündən birini götür, Adəm Peyğəmbər əqli götürdü və buyurdular ki, həyanla elmsiz gedin. Buyurdular ki, yox, əql harada varsa orada elm var və həya vardır. Biz onlardan ayrılmarıq. Əql o qədər mötəbər bir neymətdir Allah tərəfindən. Və bir nəfər İmam Cəfər Sadiq əleyhissalamdan soruşur ki, əql nədir? O buyurur ki, hər şeyi ki, onunla Allaha pərəstiş olunur və behişt əldə olunur. İnsan əqli ilə Allaha nə edir? İbadət edir, itaat edir. Və insan öz Allahın əmrlərini öz əqlinə tabi eləsə, o nicat tapmış olur. Amma əksinə olsa, öz əqlini Allahın əmrlərinə gərək öz əqlini tabi eləyir. Nəinki Allahın əmrlərini öz əqlinə. Öz əqlinə tabi eləsə, onda nə olar? Öz əqlinə görə hökmlər verər, nə bilim sözlər deyər, bu cürlə Qurana təfsir də verər. Yəni, o da insanın cahilliyindən irəli gələn bir məsələdir. Amma əqil ki, Allahın əmrlərinə tabi olsa, Allah nə deyirsə, o da öz əqli ilə ona riayət edir. Bəli. Üçüncüsü, dördüncüsü elmdir. Elm də bir neymətdir. Allah buyurur ki, mən istədiyim adama elm verərəm. İstədiyim adama. Hazreti Peyğəmbər salavatullah buyurur ki, elm öyrənin beşikdən ta qəbirə qədər. Dördüncüsü bizə verilən neymətlərdən biri Quran-ı Kərimdir ki, bütün müsəlmanlar hamısı o Quranın ətrafında cəm olur və Allahın buyurduqlarına əməl edir. Quran da böyük bir neymətdir insan üçün. Dünyanın ən böyük süfrəsi Quran-ı Kərimdir və bütün müsəlmanları orada bir yerə cəm edir. Və nəhayətdə Peyğəmbər və onun əhl-i beyti də bir neymət olaraq bizlərə göndərilib, verilib və onların da şəfaəti biz insanlar üçün böyük bir neymətdir. Ki, qiyamətdə insanlara şəfaət edən peyğəmbərlərdir, şəhidlərdir, alimlərdir ki, bunlar insanlara qiyamətdə şəfaət eləyəcəklər. Allah Teala bizləri peyğəmbər, ali peyğəmbərin şəfaətindən bir nəsib eləməsin inşallah. Allahın bu neymətlərinə bizləri şükür edənlərdən qərar versin inşallah. Allah Teala bizlərə o neymətlər ki, əta eləyib, o neymətləri əlimizdən almasın inşallah. Allah Teala ən gözəl neymətlərdən biri də sağlamlıqdır ki, Allah bütün xəstələrimizə şəfa inayət eləsin və sağlamlıqlarına möhkəm eləsin və şəhidlərimizi rəhmət eləsin, qazilərimizə də şəfa inayət eləsin inşallah. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər ali Peyğəmbərə salavat edəlim inşallah. Allahümmə salli ala Muhammed və ali Muhammed.